Salam uşaqlar, səhifə 83-ə baxırıq. 4-cü tapşırıq. Deyir ki, 0-dan 1012 kub metr. Biz əvvəlcə kub metri desimetrə çeviririk. 1 kub metrimiz neçə desimetrdir? 1 metrimiz neçə desimetr idi? 10 desimetr. Baxın, harada yazmışam. 1 metrimiz 10 desimetr. Əgər bunu kub metrə çevirəndə 1 kub metr 1000 kub desimetr alınır. Eləmi uşaqlar? Demək, 0-dan 1000-də 12-ni vuracam 1000-ə. Minlər gedir, 12 qalır. 12-nin 4-də 3 hissəsi. 12-ni 4-ə bölürəm 3. Vurmadı. 3-ü də vururam 3-ə. 9 kub desimetr. Keçirəm ikincisinə. Deyir ki, kub desimetr neçə kub santimetrdir? Baxırıq. 1 desimetrimiz, baxın burada yazmışam. 1 desimetrimiz 10 santimetrdir. Və 1 kub desimetr neçə kub santimetrdir? 1000. Demək, mən bu ədədi nə edəcəm? 1000-ə vuracam. Vururam. Baxın, bu ədədimiz nədir? Vergüldən sonra neçə ədəd var? 1, 2, 3, 4 dənə. Demək, 10.000-dir bu. 25-i vuracam nəyə? 1000-ə. Çünki kub desimetri mən neynəməliyəm? Santimetrə çevirirəm. Kub santimetrə. 1 kub desimetr. Baxın burada. Bunu deyirəm. 1 kub desimetr 1 kub santimetrə çevirəndə, yəni bunun öz ədədi budur. Mən bunu 1000-ə vurmalıyam. 3 0 3 0-ı apardı. Nə alındı? 10'da 25. İndi deyir ki, bunun 5'də 2 hissəsi. 25 ilə 5 gedir 5. 5'i vururam 2-yə 10. Onu da ona böləndə nə elədi? 1 kub santimetr. Cavabımız bu oldu. Keçirəm indi növbəti yeni mövzumuza. Deyir ki, 1 kub santimetrimiz neçə millilitrdir? 1 kub santimetrimiz neçə millilitrdir? 1 kub santimetrimiz uşaqlar elə 1 millilitrdir. Oldu mu uşaqlar? Gəlin. Elə 28 kub santimetr elə özü 28 millilitrdir. Keçirəm. Məsələn, 360 kub santimetr bərabər 360 elə millilitr. Keçirəm buna. Bunu da santimetr, kub santimetrə gətirək. 1 santimetrimiz neçə? 10 millidir. Uşaqlar. Millimetrdir. Kub deyəndə də 1000 kub metrdir. İndi mən bunu nəyə çevirəcəm uşaqlar? Baxın, kub metrdir, kub santimetrə çevirəcəm. Ona görə nə edəcəm? 1000-ə böləcəm. Burada dalı qaydanda nə olur? 1000-ə bölünür. 25 1000-ə böləcəm. Nə idi? 25 kub santimetr. Çevirdim. İndi 25 kub santimetr neçə millilitrdir? 25 millilitrdir. Keçirəm ikincisinə. 5'in ikincisidir hələ ki. Deyirik ki, 1 desimetrimiz keçiririk
Baxın. 1 kub desimetr neçə santimetrdir? Kub santimetrdir. 1000. Ve burada yazmışım. Kub santimetr. 1 kub 1000 kub santimetrdə bərabərdir ilə 1 litrə. Oldu mu uşaqlar? Demək 7 kub desimetr nə elədir? 7000 kub santimetr. O da nəyə bərabərdir? 7 litrə. Belə biz buradan qənaətə gəldik ki, 7 kub desimetr bərabərdir ilə 7 litrə. 1 kub desimetr bərabərdir 1 litrə. Oldu mu uşaqlar? Keçirək indi buna. Dedik ki, yanında minlik olanda nəyə bərabərdir? Litrə bərabərdir. İndi 1000-ə bölüb ki, bu 7 alınıb. Demək, bizdə 6800 kub santimetrdir. Litrə çevirəndə, baxın, budur. İndi mən litrə çevirəndə nə etməliyəm? 1000-ə bölməliyəm. O da nə verir? 6,8 litr. Keçirəm indi buna. 1 kub metrimiz neçə? Desimetrə gətirə bilərəm. Uşaqlar, desimetrin ilə özü litr verir. Ona görə mən desimetrə gətirirəm. Aha. Demək, 1 metrimiz neçə desimetrdir? 10 desimetrdir. 1 litrimiz 10 desimetrdir. Onda 1 metrimiz 10 desimetrdir. 1 metrimiz kub desimetrdə 1 kub desimetr kub metrimizdə 1000 kub desimetrdir. Demək, 1,2-ni, yəni 10'da 12'ni vururam 1000'ə. Sıfırlar gedir 1200. Nə qədər oldu? 1200 kub desimetr. İndi uşaqlar, elə bu 1200 kub desimetr elə özü nədir? 1200 litrdir. Keçirəm buna. İndi uşaqlar, kub millimetr. 1 desimetrimiz neçə? 1 desimetrimiz, gəlin burada yazın. 1 desimetrimiz neçə millimetrdir uşaqlar? 100 millidir. 100 millimetrdir. Əgər kubla, bax, kub millimetri indi 1 kub desimetr, onda nə olur? 100'ün kubu olur. Burada silin. 1 kub desimetr nəyə bərabərdir? 100'ün kubu nə eləyir? 1 milyon. Millimetr. İndi 1 milyona bölsən nə alınır? Baxın, kub millimetri desimetrə çevirəndə nə eləyirəm? 1 milyona bölürəm. Bunu nə eləyirəm? 1 milyona bölürəm. Nə alınır? 5 alınır. 5 kub desimetr. Baxın, kub millimetri çevirdim kub desimetrə. Bölürük. Dala qaydanda bölürük uşaqlar. 1 milyona böldük. Nə alındı? 5 kub desimetr. 5 kub desimetrimiz nəyə bərabərdir elə? Yazım burada. 5 milyon bölürəm milyona. Bərabərdir 5'ə. Kub desimetrə.
5 kub desimetrimizdə 5 litrdir elə. Altıncıya keçirəm. Uşaraq. Burada altıncıda səhv yazı 8500 yazmalıdır. 8 vurulsun 500 yox. O neyse bizə vermir. 8500 olmalıdır. Yəqin ki onlar səhv yazıb. İndi mən bunu əgər litr və millilitrə ayırsam nə deyərəm? 1 litrimiz neçə millidir? 1000'dir. Demək 8 litr 500 nə olur? Millilitr. Keçirəm bura. 50.750. 50.750 millilitr. İndi neçə litrimiz var burada? 50 litrimiz 750 millilitr. 9600. Ne kadar oldu? 9 litr 600 millilitr. Getirəm bura. Minliyimiz dedik ki 1 litrimiz 1000 millilitrdir. Onda ne olur? 5250 millilitr neye bərabərdir? 505 litr 250 millilitr. Keçirəm 7-ci tapşırığa. Yedidə nə deyir? Millilitrə çevirəyim. Baxın uşaqlar, burada millilitr var. Öz yerində saxlayarıq. Bunu da millilitrə çevirək. Nə alınır? 5 litrimiz 5000 olur. Millilitr üstünə də 280'i gəlirik. Baxın 5000 üstəgə 280 millilitr. Üzərinə gəlir 850 millilitr. Baxırıq. Bundan 5280. Üzərinə gəlirəm 850. 0, 508, 13 biri yadda. 10, 11 biri yadda. Bu da 6. Ne alanda? 6130 alanda. 6130. Keçirəm ikincisine. 8 litrimiz neçə millilitrdir? Baxın burada yazıram. 1 litrimiz 1000 millilitrdir. 8 litrimiz ne kadar olur? 8000. Çıxılsın 7570. Gəlin aşağıda yazdım. 0, 10'dan 7, 3, 9'dan 5, 4. Ne kaldı? 430 millilitr. Keçirəm bura. 8 litrimiz ne kadar uşaqlar oldu? 8000. Baxın 8 litrimiz ne kadar millilitr oldu? 8000. 8000 ne olur? 750. 8750. Çıxılsın 6900. 5, 17'den 9, 8, 1800. 1850 millilitr. Eğer mən bunu litrə çevirsəm nə olur? 1 litr 850 millilitr. Geçirəm dördüncüsünə. Üçüncüydü. Dördüncüsü. 3 litrimiz neçə millilitrdir? 3000. Üzərinə 480. Ne etdi? 3480. Bu belə.
Buna nə dedik? 7967 litr nədir? 7000'dir. Üstünə 960 gələndə nə eləyərdi? 7960. Və bunların cəmi. Baxın, bura elə 3480. Bu da nə elədi? 7960. Elə 7960. Bunların cəmi deyir. Ortadan toplama qoyuram. Nə idi? 0 ilə 0 0. 6 ilə 8. Baxın, 6 ilə 8 14 bir yadda. 4 ilə 9 13. Bir yadda da 14. Bir yadda 10. O da 11. Nə alındı? 11440. Nə olur? 11 litr 440 millilitr. Ya da bütöv deyərəm 11440 millilitr. Bu qədər uşaqlar.